Çox hallarda xəstə olurlar. Bəs yaxşı xəstəlik necə gəlir? Xəstəliyin kökü əslində ruha bağlıdır. Yəni bir şeyi bilmək lazımdır ki, insanın bədəninin, bu orqanizmin təminatını götürsək, faizlərə bölsək, bunun 90%-ni ruh təmin eləyir. Cəmi 10%-ni maddi faktorlar təmin eləyir. Biz düşmüşük 10%-in üstünə 90-ı qurtarmağa çalışırıq. Amma əksinə olmalıydı. Yəni tibblə, bu birisi belə deyim, elmlər, ruhsal elmlər əslində vəhdətdə çalışmalıdırlar. Orqanizm kompüter kimi bir bütöv sistemdir. Yəni düşünün ki, bir kompüter aparırsınız aytişnikə, deyirsiniz ki, bunu təmir eləmək lazımdır. İndi hansısa proqram qatında nəsə problem yaranıb. O da deyir ki, mən ancaq bunun video kartına baxıram. Mən ancaq bunun klaviaturasına baxıram, mən ancaq bunun ekranına baxıram. Yəni mənim bir dənə sözüm var, həmişə deyirəm ki, müasir tibb, həkimlərdən yəni dönə-dönə üzr istəyirəm. Mən heç kimi alçatmaq istəmirəm, sadəcə yanaşmanı deyirəm ki, nə dərəcədə aydın olsun. Yəni virus düşəndə, kompüterə virus düşəndə üstünə spirt tökürlər. Can sağlığı paketimizi əldə edərək sağlamlığınızı dava dərmansız və ən qısa zamanda bərpa edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlamasından oxuyun. Spirtlə hard diskdəki virusu təmizləmək mümkün deyil. Ona mütləq şəkildə antivirus lazımdır. Bərabərdə güclü immunitet lazımdır və o immunitet daima yenilənməlidir, update olunmalıdır. Update də təbii dünya görüşü ilə olur. Aha. Necə düşünürsünüz? Məsələn, həkimlərin bunu ruhsal aləmi qəbul etməməsinin səbəbi bəlkə nəticə olaraq, tam olaraq reallıq onlara göstərə bilmirik. Tibb əslində daha çox nəticə ilə işləyir deyənə və nəticəni aradan qaldırır deyənə, həqiqətən də qaldırırlar nəticəni aradan, amma o nəticə təzədən təkrarlanır və daha şiddətli formada təkrarlanır. Yəni bunlar şahid olurlar ki, sağaltmadılar da, sadəcə pastı belə deyim, turbanın üstünə kraska çəkdilər və o pas qaldı altda. Əslində pası təmizləmək lazım idi və yaxud da ki, bilmək lazım idi ki, o turbada pas niyə yaranır? Məsəl üçün, turbada pas niyə yaranır? Ona su və hava daima ardıcıllıqla dəyəndə, o daima suyun içində qalanda paslanmır. Həyatınızı dəyişdirəcək 2 illik səyahətə hazırsınızsa, Elkin Qiyası ilə Doğru Yola Doğru onlayn təliminə qoşulun. Ətraflı məlumatı videonun açıqlamasından oxuyun.